Bir digər mövzumuz leş, qan və donuz əti yeməkdir. Allah Cəllə Cəlaluhu belə buyurur: Ya Rəsulum, de, mənə gələn vəhiylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə Bismillah deyilmədən günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Ən'am surəsi 145-ci ayə. Ayədə haram buyurulanları bildiyi halda kim bunları heç bir zərurət olmadan yeyərsə, o günahkarlardan olar. Mən müəllif, yəni Zəhəbi, özünə müsəlman deyən bir şəxsin qəsdən donuz əti yeyə biləcəyini zənn etmirəm. Bəlkə də bu əti yeyən ateist və ya İslamdan çıxan digər azğın firqələrdir. Müsəlmanlara görə donuz əti yemək içki içməkdən daha pisdir. Peyğəmbər aleyhissalatu vesselam buyurur: haqsız yerə alınan maldan yeyərək ərsəyə gələn ət cənnətə girməyəcək. Cəhənnəm atəşi ona daha layiqdir. Bütün müsəlmanlar nərd oynamağın haram olduğunda icma etmişlər və buna dəlil olaraq Peyğəmbərin aleyhissalam bu sözünü zikr etmişlər. Kim nərd oynayarsa, sanki əlini donuzun ətinə və qanına bulaşdırmış kimi olar. Səhih Müslim, Əl-Camius Sahih, Kitab-ı Şir. Şübhəsiz ki, müsəlmanın əlini donuzun ətinə və qanına bulaşdırması nərd oynamaqdan daha pisdir. Onun ətinin və qanının yeyilməsi isə onların hamısından şərlidir. Allah Cəllə Cəlaluhu bizi belə pis əməllərdən qorusun.